Təkərə saldım mənə kankadılara. Hər vaxtınız xeyirli olsun, gözəl insanlar. Bu günlə gözəl qonağımız Məciddir. Məcid bizim daimi müştərimizdir. Xoş gəlmişsən Məcid. Bu günlə də gəlib, yəni heç kimi imkan vermir yarışlarda kimsə nəsə hədiyyə qazansın. Niyə izin vermirsən qardaş? Niyə imkan yaratmırsan ki, cəmaatda bir şey uçsun, eləsin? Ancaq birinci yer. Hal-hazırda dünənlərin bizdə keçirilən yarışmada bir dənə mən göstərdim. Bu Məcidin öz screenshotudur. Qəşəng bir screenshot eləyib ki, gəldi bizim, daha doğrusu o Latodromda iştirak elədi, canlı yayımda birinci yeri qazandı. Məsələn, sən orada yaşayırsan, özün barəndə bir-iki dənə şey danışardım. Nə işlə məşğulsan, nə edirsən? 11-ci sinif təzə keçmişəm. 11-ci sinif təzə keçmişsən. Gələcək üçün planlar nədir? Mənə maraqlı olardı. Birinci qrupa fikirləşirəm. Birinci qrupa fikirləşirsən. Nətər gedir bu ümumiyyətlə? Hazırlıqlar falan. Məktəblə hazırlıq yox. Hazırlıq yox, ancaq məktəblə hazırlaşsan. Sənə uğurlar arzulayırıq. Bu hədiyyəni də bizdən qəbul elə. Çox sağ ol. Uğurlar olsun sənə. Bizi daimi seçən müştərilərimizdən biridir Məcid. Və arzu eləyək ki, sən bizdən kompüter almışsan, dur sahibi olmuşsan. Arzu eləyək ki, buradan ürəyində kimin arzusu varsa, necə bir kompüter, notebook, hamısı o şeylərə sahib olsun. Sağ ol. Sağ ol.